Təxminən son 5 ildə kişilər üçün istifadə olunan tabletkaların tərkibinə tadalafil molekulası və dapoksitin molekulası qoyulur. Bunu niyə eləyirlər? Ümumiyyətlə tadalafil nədir və dapoksitin nədir? Gəlin belə danışaq. Dapoksitin molekulası həyəcanı aradan qaldırmaq üçündür, nevropatik fonu normallaşdırmaq üçündür, eyni zamanda xoşbəxtlik hormonu olan serotoninin dövriyyəsini normallaşdırmaq üçündür, balansda saxlamaq üçündür. Bir də ürəyi və beyni rahatlaşdırmaq üçündür. Ona görə də hansı ki, bəzən tabletkalar içirsə ürəyimiz partlayır, belə güp-güp gözlərimiz qızarır və s. Dapoksitin ona görədir ki, bu problemlər olmasın. Tadalafil nə üçündür? Tadalafilin 3 dənə nəsli var. Birinci nəsil sildenafildir, ikinci nəsil tadalafildir, üçüncü nəsil vardenafildir. Və ən ideal sayılan nəsil tadalafil olduğuna görə tadalafil eyni zamanda ciyər genişləndirici və damar genişləndirici təsir göstərir. Ona görə də bədənə daha çox oksigen gəlir və aydın məsələ ki, nə qədər çox oksigen, o qədər çox rahatlama, özü də bir kayf hissi verir, oksigenin bolluğu. Eyni zamanda deməli, ürəyi normal qidalandırır, təzyiqi normallaşdırır. Çünki kişidə sərtləşmənin təmin olunması üçün mütləq şəkildə orada təzyiq olmalıdır ki, qan gəlib dolur penisin içinə və sərtləşir, klapanlar bağlanır. Ondan sonra sən rahatlayanda artıq klapanlar açılır, qan geri qayıdır, qoşulur sirkulyasiyaya və sən artıq deyək ki, rahatlamış olursan. Bir də prostatın iş prinsiplərini yaxşılaşdırmaq üçündür. Və ala biləcəyiniz ən ideal vasitələrdən biri xanımla olan görüşlərinizdə Clavin Platinumdur. Platinum olmasına diqqət eləyin. İçində 20 tabletkadır və deməli, burada var 20 mg tadalafil, 60 mg dapoksitin. Ona görə də bu sizdə baş ağrı verməyəcək, ürək döyüntüləri güclənməyəcək, gözlərdə qızartı olmayacaq. Bir də tadalafilin üstünlüyü budur ki, 30 dəqiqə ərzində təsir mexanizmi başlayır və 36 saata qədər davam eləyir. Bir ədədi, tabletkanın belə bir ədədi 5 manatdır. Şəhərin bütün apteklərindən siz bunu rahatlıqla əldə edə bilərsiniz. Deyin apteka ki, mənə Clavin Platinum ver. Bu çox effektiv olacaq və mütləq şəkildə istifadə edək. Qarın tox olmalıdır, müalicə məqsədi ilə də istifadə edə bilərsiniz. Eyni zamanda yeməkdən 1 saat sonra istifadə edirsiniz. Təxminən 45 dəqiqə 1 saat ərzində gözləyirsiniz və ondan sonra xanımla görüş həyata keçirdə bilərsiniz. Bir də ki, tadalafil molekulası ona görə tabletlərin tərkibində var ki, bizim kişilər, Azərbaycanlı kişilər və ümumiyyətlə bütün dünyada kişilər görüşün daha qəşəng və daha əyləncəli keçməsi üçün spirtnoy vasitələrdən istifadə etmək istəyirlər və bunu həyata keçirdirlər. Dərmanla da spirt istifadə etmək qəti qadağan olduğuna görə və buna dözə bilən, yəni bu protivopakazaniya verməyən molekula təbii ki, tadalafildir. Ona görə də bir vedrə də yox, 300-500 qram arasında içkini tadalafillə istifadə edə bilərsiniz. Amma da tabletkanı içib üstündən də araq içməyin də. Ya içmisənsə arağı əvvəlcədən yenə tabletkanı içə bilərsən və yaxud da ki, bunu içib 1 saat sonra yemək yeyərsənsə, onda spirtnoy qəbul edə bilərsən. Araqdır, pivədir, nə bilim, müxtəlif içkilər. Və şəhərin bütün apteklərindən də əldə edə bilərsiniz. Növbəti videolarda görüşənə qədər özünüzə çox yaxşı baxın, sağ olun, hələlik.